Devam edilir əziz tamaşaçılar, oynaya ki hükümlaşmıyor. Şirvanın heyətində dəyişiklik olur. 54-cü dəqiqə gedir. Azərbaycan derbisində Pərviz Bayramovdan ilk dəyişiklik gəldi. Kuba komandasında şimdi pressing tamam olunur. Kuba komandasında əla bir pas. Artıq 55-ci dəqiqə başlayır. İndi Şirvan 2-ci qolun axtarışındadır. Gələn tur onlar evdə Akstafa gənclərini qəbul edəcəklər. Qapçı yerindədir. Bravo. Riskli hərəkətlər. Bir pas. Top qapının yanına keçir, qapıdan zərbə. 56-cı dəqiqə başlayır. Oyunun artıq 2-də 1 hissəsi geridə qalmaq üzrədir. Artıq oyunun 3'də 1 hissəsinə doğru addımlayırıq. Sabah da bizim kanalımızda Xankəndi Şəmkir duelu olacaq. Bir pas, pressing. Siz de bizim YouTube kanalımıza abone olmayı unutmayın. Dəqiqəsi başlayır. Qonaqlar bir anlıq olsun belə dayanmaq istəmir. Belə Elgün Dayaqçı Pərviz Bayramovun getirmələri, yəni Pərviz Bayramovun dəyişikliyi en azından işe yaraya biləcəkmi, en azından komanda qələbə topunu vura biləcəkmi? Top qapçının üstündə qaldı və qapıdan zərbə. Oyuna qədər sürətli gedir ki, mənim dediyim topuq vurur. Artıq oyunun 3'də 1 hissəsinə doğru addımlayırıq. Yedinci dəqiqəsi yekunlaşır. Mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyin Ağa. Hesab 1-1'dir Azərbaycan derbisində. Qapçı yerində. Bir pas. Bravo. Kayda paslık.
Şirvanın futbolcusu yerde kalır. Oyunun 59. dakikası gelir. Azerbaycan derbisinde elə ki hesab 1-1'dir. Yani her iki komanda bir hala doğru addımlıyor. La pas. Ve deyəsən penaltı olacaq. Penaltı yoxdur, sadəcə hakim bildirdi ki qayda pozulub. Artıq oyunun 3'te 1 hissəsinə doğru addımlayırıq. Artıq oyunun 3'te 1 hissəsinə daxil olduq. Blok. Pressing. Altmışıncı dəqiqə artıq yekunlaşır Azərbaycan derbisində. Siz də bizim YouTube kanalımıza abunə olun ki sabah Xankəndi Şəmkir oyununa şahidlik edə biləsiniz. Pressing devam edir. Artıq oyunun 3'te 1 hissəsini də geridə qoymağa doğru gedirik. Sürüşkən fən olmuşdu orada. Heç nə alınmadı. İndi Qubanın əks hücumunu izləyirik. Artıq Elvin Həsənovun dövrü bitdi Quba komandasında, yəni həm Vüqar Nadirovun da dövrü, həm də Elvin Həsənovun dövrü bitib. Amma onların sayəsində Quba komandası bu səviyyəyə qədər gəlib çıxıblar. Mən həm öz adımdan, həm də kanalımız adından hər Toprak'ın yanından keçdi. Mən həm öz adımdan və kanalımız adından hər iki basınçıya təşəkkürümü bildirirəm ki, yəni bu cür maraqlı bir komanda görüb getdilər. Və azarkeşlər yenidən fəallaşır. Pressing Şirvandan gəlir. Görək Pərviz Bayramovun dəyişikliyi işə yaraya biləcəkmi? Azərbaycan derbisində hələ ki hesab 1-1'dir. Qubanın indi əks hücumu davam edir. Oyunun 63. dəqiqəsində yekunlaşır. Amma ona qədər sürətli gedir ki, mənim də dilim topak vurur, amma Şirvanın golkiperi yerindədir. Şirvanın şahıdır bu. Şahların Şirvanıdır bu.
Yolu pressing. Riskli hareketler. ...64. dakika başlıyor. Ve Kuba yine de bu şansı kaçırır. Sabah Xankəndi Şəmkir oyununu canlı təqdim edəcək. Və qayda pozulub. Və deyəsən Quba cərrimə zərbəsi vuracaq. Bu cərrimə zərbəsindən hansı nəticə çıxarılacaq? En azından 2-1 eləsin Quba hesabı. Qapçı yerindədir. Artıq oyunun 1/3 hissəsini geridə qoymağa doğru gedirik. Oyunun 65. dəqiqəsi yekunlaşır. Azərbaycan derbisindəyik. Heç nə alınmır. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn Ağa. Şirvan komandasının da baş məşqçisi Pərviz Bayramov. 66. dəqiqə başlayır. Görüşün artıq 3/1 hissəsi geridə qalmaq üzrədir. Bugün oyun qutaran kimi yola düşürük, yəni Bakıya gedirik. Çünki sabahdan Günə qəsəbəsindəki stadionunda Xankəndi Şəmkiri qəbul eləyəcək. Gol değil. Çünkü hakimin fikri səslənmişdir. Kitab açır artıq Quba azarkeşləri. Yetkinci dəqiqə gedir. Artıq oyunun. Aha, Quba fəallaşıb yenidən. 4-2 gəlirlər. Aha, ala pas. Siz də bizim YouTube'dan oyundan kənar vəziyyət. Siz də bizim YouTube kanalımıza abunə olmağı unutmayın. Abunə olun ki, sabahda Xankəndi Şəmkir duelini izləmə şansınız olsun. Altmış 8-ci dəqiqədir. Quba sadaları gəlir. Quba Olimpiya İdman kompleksindəyik. Və mikrofon arxasında da mənəm, Demirov Hüseyn Ağa. Şirvan indi deyəsən cərimə zərbəsi vuracaq.
Hesap 1-1'dir. 69. dəqiqə başlayır. Heç nə alınmadı, top qapının yanından keçdi, qapıdan zərbə. Artıq oyunun 4-1 hissəsinə doğru addımlayırıq. Pərviz Bayramovun getirmələri görək, qələbə topunu vura biləcəklərmi? Qayda pozdur. Out değil. Cərmə zərbəsi olacaq. Orada Şirvanın heyətində dəyişiklik. 66 nömrəli oyuncu girir, 70 nömrəli oyuncu çıxır. Şirvanın heyətində. Pərviz Bayramov deyəsən yenə də dəyişikliyə əl atır. Bilimdə topuq vurur Yaman. Pas. Pressing. Görə indi Şirvan nə eləyəcək? Görək Pərviz Bayramovun getirmələrinin, Pərviz Bayramovun dəyişikliyi işə yaraya biləcəkmi? Ona qədər sürətli gedir ki, önündə dilin topuq vurur. Out Şirvanındır. Pas. Pressing. Kubanın oyuncusu yerde kalıp siz de bizim YouTube kanalımıza abone olun ki sabah Xankəndi Şəmkir duelini izleme şansınız olsun. 72. dəqiqə gedir. Şirvan deyəsən Quba qaydanı pozmuşdu. Sərbəst atış Şirvanındır. Gələn tur Şirvan komandası Akstafa gənclərini qəbul edir və o görüşdə futbol saatı, futbol nəfsinin rəsmi YouTube kanalıyla sizlərə təqdim edəcək. Alt Qubanındır. At Şirvanındır, xeyr, Qubanın deyil. Və ama bir pas, ama qayda pozulur. Şirvanın oyuncusu zədələnə bilərdi belə vəziyyətdə. Yağla pressing. 74-cü dəqiqə başlayır.
Artıq oyunun 1/4 hissəsini də yekunlaşmağa doğru addımlayırıq. 64-cü dəqiqə. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn ağa. Pas, şimdi Qubanın əks hücumu gələcək. Qubanın da pressing ama yetişmə oyunun 75-ci dəqiqəsi gedir. Halosu başlayacaq birazdan. Siz də bizim YouTube kanalımıza abunə olun ki, sabah növbəti Azərbaycan derbisini təqdim etməyə çalışacağıq. Xankəndi Şəmkiri qəbul edəcək. Pas. İndi Qubanın əks hücumu davam edir ama heç nə alınmır. Oyunun 76-cı dəqiqəsi gedir və dəyişiklik Quban heyətində. Azarkeşler itirazını bildirir. Qubanın azarkeş qrupu 76-cı dəqiqə idi artıq. Və blok gəldi. Deyəsən qapıdan zərbə. Yox, sərbəst atış olacaq bu səfər qonaqlarındır. Şirvan komandası görək qələbə topunu vura biləcəkmi? Quba sədaları gəlir. Quba Olimpiya İdman kompleksindəyik. Pas. Pressing aladı. Və az qala futbolçular bir-birini zədələyə bilərdi. Out Qubanındır. 77-ci dəqiqə gedir. Artıq oyunun 4-1 hissəsi də yekunlaşmağa doğru gedir. Oyunun 5-1 hissəsinə doğru addımlayırıq. Şirvan komandasının baş məşqçisi Pərviz Bayramov. Pas. Və top meydanı tərk edir və deyəsən penalti təyin olunur. Künçdən zərbə. Bəli, Künçdən zərbə olacaq. Quba azarkeşləri qızışıb. Quba fanatları Qubaya 2 ildən sonra 2023-cü ildən etibarən Azərbaycan futbolu geri qayıtdı. Qayda pozulub. Yerdə qalan Qubanın futbolçusu var və ayağa durdu. 78-ci dəqiqə gedir. Deyəsən Şirvanın golkiperi zədələnib. Azarkeşlər qızışır və qapıdan zərbə ilə
Oyun devam edir. 80. dəqiqə artıq başlıyor. 79. dəqiqə başlıyor. Pressing. Allah pas, indi Qubanın əksicini devam edir. Artıq oyunun 80-ci dəqiqəsi başlayır. Quba qələbəlik qolunu vura bilər, amma heç alınmır. Qapıdan zərbə. Artıq oyunun 5-də 1 hissəsindəyik. Sabahki oyunda nələr baş verəcək? Xankəndi Şəmkir bölümdə və Şirvanın futbolçusu yerdə qalıb. Quba azarkeşlərini görürsünüz. Qafqaz Hypes Quba azarkeş qrupudur. Qapıdan zərbə. Artıq 1-1 nəticə hər iki komandaya sərf edilir. Çünki mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa. 1-1 nəticə hamıya sərf edir. Çünki hər iki komanda bir kalı götürməyə razıdır və başçı da yerində. Maraqlı oyun keçdi belə baxanda, amma o qalmaqal olmasaydı çox gözəl olardı. Yerdə qalan Şirvanın futbolçusu var. 82-ci dəqiqə gedir. Azərbaycan 2-ci liqasının Azərbaycan derbisində hələ ki hesab 1-1'dir. Şirvan həm Aras Saatını məğlub edə bilib, həm də Bakının Dinamo klubunu da məğlub edib. Əgər bu oyun bərabərliyi ilə başa çatsa 2 qələbə, 1 bərabərlik olacaq. Bir pas. 82-ci dəqiqə gedir. Şirvanın əksicini davam edir. 82-ci dəqiqə artıq başlayıb. Deyəsən Pərviz Bayramovun yetirmələri artıq qələbə topunu vurmaq istəyirlər, amma heç nə alınmır. Təzyiqi artırıb Şirvan komandası. Artıq oyunun sonları da 83-cü dəqiqə ikenlaşıb. Doğrusu ikenlaşmaya doğru gedir. Lokala. Qapçı yerindən.
84-cü dəqiqə başlayır Azərbaycan derbisində. Qapıdan zərbə. Artıq oyunun sonları da. Pas. Ama dəyişiklik olacaq. Həm Şirvan heyətində, həm də Quban heyətində. Yox, Quban heyətində dəyişiklik olmadı. Ama Şirvan heyətində Pərviz Bayramov növbəti əvəz etməni edir. Şirvan komandasının da baş məşqçisi Pərviz Bayramov. Şimdi Qubanın əks hücumu görür. Deyəsən qələbə topu deyəsən gəlir. Heç alınmadı. Növbəti dəfə golları qaçırır Quba komandası. Artıq 86-cı dəqiqə başlayır. Quba sədaları gəlir. Atman zərbə. Bir pas. 86-cı dəqiqə gedir. Pressing. Aha. Gol değil. Az qala hesab 2 gol ola bilərdi amma heç alınmadı. Sen 7-ci dəqiqə başlayıb. Pressing. Aha, Şirvan oynayır ama. Yaxşı futbolçu burada cəzalanmadı. Out Şirvanın da oynaraki devam edir. Yerde kalan futbolçu var. Lazım değil ora bize. Dəyişiklik olacaq Quban heyətində. Out Quba komandasında. La pas. 88-ci dəqiqə gedir. Bravo. La pas. Prestin aladı. Heç alınmadı. İndi görən oynayacaqlar. Qapıdan zərbə. Hər iki komanda üçün son 2 dəqiqə. Ya qələbə topu ilə oyun yekunlaşacaq ya da bir xalı götürüb onun növbəti oyuna gedəcək. Və yerdə qalan oyunçu var. Səsən 9-cu dəqiqə gedir.
Artık oyunun sonlarıdır. Azerbaycan derbisinin Quba Şirvan oyununda hesab elə ki birinci hissədə vurulan qollar hələ ki oyunda yeganədir. Top meydanı tərk edir. Out. Yasən Şirvan'ındır. Mikrofon arkasında da mənəm Demirov Hüseyin Ağa və qayda pozluq. Hakim bildirir qayda pozluq. Sərbəst atış vuracaq Şirvan. Artıq 90-cı dəqiqə başlayıb. Aha, blok. Out Şirvan'ındır. Pressing devam edir. Hələ ki oyun yekunlaşmır. Sonuncu dəqiqədir. Əla bir pas. Gol değil. Top qapının yanından keçir və Çünçdən zərbə. Yox, qapıdan zərbə. Xeyr. Siz de bizim YouTube kanalımıza abone olun ki sabah Xankəndi Şərkir duelini sizə təqdim etməyə çalışacağım. Mekan yekunlaşmır. Yana baş verir. Kesin başlıyorum. Yapalım. 92. dergi gelir. Yapalım. Sonları da Quba sadaları gelir. Yana başlayacak. Yana başlayacak sonuncu dəqiqədə suarı verəmiyor. Yasən cərimə zərbəsi olacaq sonuncu dəfə. Şirvan cərimə zərbəsi vuracaq. Pərviz Bayramovun getirmələri qələbə topunu vura biləcək mi? Alınmışdan etmə alınmadı. Ağla bir pas ama yarım çık qalır üçün. Ve artık oyunun sonlarıdır. Aha! Oyundan kənarı vəziyyət. Oyuna qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Son dördüncü dəqiqə verir.
Ve oyun bitti. Sağ olun, sağ olun. Sağ olun.